Salam, hər vaxtınız xeyir olsun. Çox sağ ol. 100 manat göndərdin. Evimə bugünkü gündə un aldım. Balalarıma yemək aldım. Allah səndən razı olsun ki, sən bugünkü gündə mənim balalarımı sevindirdin. Allah səni sevindirsin. Allah ölənlərə rəhmət eləsin. Rəbbimizin mərhəməti, rəhməti üzərində olsun. Allah heç zaman səni çətinliyə salmasın. Allah mənə nə eləmisənsə, Allah min qat əvəzini sizə versin. Allah ölənlərə rəhmət eləsin. Allah Taala qəbul eləsin inşallah. Dayıya sağ ol eləyin Rüqəyyə Zəhra. Sağ ol Zəhra Xudaya. Allah sənin köməyin olsun. Sağ olay. Sağ olay şeylər. Sərda Allah bizə. səndən razı olsun. Allah sən namazını qəbul etsin. Yemək aldırdı. Sağ ol. Sağ ol qardaş. Allah səndən razı olsun ki, sən bugünkü gündə balalarımı sevindirdin. Allah səni sevindirsin. Allah qəbul eləsin. Koy paçada, gel Serdar. Otur oradan, əmin şeysin. Mehriban oturun, mehriban oturun, mehriban oturun. Hə, gözəl. Salamlayıram sizləri, əziz və hörmətli izləyicilər, bizi izləyən bütün böyük ailəmiz. Sizlərin maddi dəstəyi ilə xeyriyyə işlərimiz davam edir. Gecənin bu yarısı, bugün biz Bərdə rayonunun Vəluşaqlar kəndindəyik. Bax, gördüyünüz gözəl ay parçası kimi balalarımızın ünvanında Zaur qardaşımızın və Xəyalə xanımın zəhmətkeş, əl qabarı ilə gül kimi dostlar. Adam istəyir ki, bax, uşaqları alnından öpsün, maşallah olsun. Gül, çiçək. Gül, çiçək, gül, çiçək. Ne görürsən? Bunların qadasını alın, çox gözəl balalarımızdır. Allah hamısını qorusun. Hörmətli izləyicilər, bugün bizim burada olmamızın məqsədi telefonunuza zəhmət olmasa mümkündürsə. Bugün bizim burada olmamızın məqsədi bu ailə ilə bir balaca çəkiliş çəkib və bu ailəni sonda sevindirməkdir. Odur ki, hər birinizdən xahişim odur ki, videomuzu bəyənəyin, videomuza ürəkdən like verib, rəylər yazarın ki, vətənimizin qürbət eldə yaşayan gözəl oğlanlarının, gözəl əməllərini hər kəs görsün, hər kəs bilsin. Bu əslində gözəl bir nümunə olar. Əslində bu bir ibrət, amiz bir əməldir. Biz bunu demirik ki, çəkib paylaşırıq ki, hər kəs görsün ki, biz kiminsə yardımını gətirib kiməsə çatdırdıq. Məqsəd o deyil. Heç bu yardımı edən insanlarımızın deyərdim ki, 100%-nin heç birinin adını çəkilməsini istəməyən insanlarımızdır. Amma əzizlərim, biz bunların adını çəkilməsini ona görə istəyirik ki, insanlar bir-birindən yaxşı mənada bəns etsinlər, yarış etsinlər ki, bax, mənim kətçim, mənim əmmim oğlu insanlara, əlsizlərə, ehtiyacı olanlara əl tutur. Qoy mən də tutum. Düzdür, belə bir deyim var ki, sağ əlin verdiyini sol əl bilməməlidir. Mən bu barədə bir dəfə və yaxud bir neçə dəfə danışmışam ki, Peyğəmbərimizin vaxtında indiki müasir texnologiya yox idi. Bəlkə də Peyğəmbərimizin dövründə indiki kimi müasir texnologiya olsaydı, Peyğəmbərimiz də deyərdi ki, etdiyiniz yardımları paylaşın sosial şəbəkədəki o ürəyi bərk, ürəyi daş insanlar da görüb haradasa yaxşılıq eləsinlər. Yəni ki, bizim hər birimizin bir sonu var. Sonumuz ölümdür. Allahın rəhmətinə qovuşmaqdır. Yəni, yaşayırıqsa, Allah bizə verirsə, biz də öz Allahın verdiyindən ehtiyacı olanlara bölməliyik. Bu, Allahın qanunudur. Bax, bunu ona görə çəkilib paylaşırıq ki, o milyon üstündə oturanlar, nə bilim, sərvət üstündə oturanlar hardasa bir başa düşsün ki, Rusiyadan müharibə altında 20 dərəcə, 30 dərəcə marozda min bir əziyyətlə pul qazanan
insanlar vətəndə ehtiyacı olana yardım edirsə, biz də o milyonumuzdan müəyyən qədər yardım edək. Niyyət budur. Başqa bir niyyət yoxdur. Onsuz da ya siz, ya bu ailə bilmir ki, bugün, bu axşam bunlara yardım edən kəs kimdir? Bunu yalnız və yalnız Allah bilir. Heç mən özüm də bilmirəm. Heç adını da bilmirəm. Soyadını da bilmirəm. Sadəcə olaraq bildiyim telefon nömrəsidir ki, qardaş tez-tez ehtiyacı olanlara yardım edir, kömək edir və Allahın bir bəndəsi adından. Bundan əvvəl bu ailəyə biz 60 manatlıq ərzaq paketi gətirmişdik, səhv danışmıramsa, 3000 rubulluq. Məhz həmin qardaşımız bu günlərin bu ailəyə 200 manat yardım göstəribdi ki, qazlarına, işıqlarına və yaxud başqa bir ehtiyaclarına versin. Biz də gəlmişik bu işi həyata keçirdirik. Allah var eləsin. Ona görə gecə gəlmişik ki, hörmətli izləyicilər, əgər birinci çəkilişimizdə videomuzun sonunda yadınızdadırsa, orada bir cümlə işlətdim ki, inşallah axşam da Vəluşaqlı kəndindəki ailəyə yardımımız olacaq. Çünki mən bu kəndə, yəni qonşu kəndə, 32-lər kəndinə bir gündən bir kursa gəlirəm. Elə fürsət bildim ki, bugün gətirim, çatdırım. Yəni əslində pulu qardaş 2 gün bundan öncə göndərmişdi. Öz planımda bugünü nəzərə tutmuşdum ki, kursa gələndə oradan sizin, deməli, sizə aid olan pulu verim. Bildiniz də, qeyd etdiyim anam, bacım, qardaşım, bax sizə bu 200 manatı məhz qeyd etdiyim qardaşımız adını, çəkilməsini istəməyən qardaşımız göndərdi. Qardaş deyir ki, böyükdən kiçiyə, hərəsinə 50. İkinizə 50-dir. Sizin ikinizə 50-dir. 25-25 bölərsiniz. Neyini? Neyini mən yazıq? Qardaş 5 göndərər də hərəmizə 5-5. Siz ikiniz bölərsiniz. Allah qazancınız bol. Sağ ol bacım, anam. Dəstək duranlar Allah kömək olsun. Allah həmişə canını sağ eləsin. Allah onun əvəzini versin. İnşallah elə bilirəm ki, yaxşı olar. Allah ona kömək olsun. Hər kim dəstək durursa, kimliyini asılmayaraq. Yəni Allah var eləsin. qurban olum Allaha. Allah kömək olsun. Qazancı bol Amin. olsun. Sağ olun. Çox sağ olun. Amin Allah, amin Allah. Allah var eləsin. Allah sizlərin canını sağ eləsin. Amin Allah. Amin Allah. Bax, Siz ki bizi sevindirirsiniz, Allah sizi sevindirsin. çox sağ olun. Allah razı Allah olsun. sizi var eləsin. Allah var eləsin sizi. Sağ ol bacım. Allah Siz sizi- ki mənə dəstək olursunuz, mənim balalarıma dəstək olursunuz. Sizə də təşəkkür edeyim. Mən bilmirəm. Sağ ol bacım. Elə bu uşaqları ki, bax bu kasıbçılıqla, bu gözəl, səliqəli, vallahi deyirəm halaldır bacım, anam. Allah haqqı. Sizin elə bax bu səliqə səhməniniz, bax bu balaların bu əyni başı, üzlərində olan bu Çox sağ olun. təmizlik, evində olan bu təmizlik Quran haqqı ilə Vallahi kasıb bizim, olan. bizim hamımıza bir təşəkkürdür. Böyük ailəmizə bir Kasıb təşəkkür. olmaz. Sizi var eləsin. Təmiz gözəl şeydir. Hər bir insan üçün təmiz. Qapınızdan içəri gələndə nə dedim? Çəkiliksiz. Bax, sən vicdanın, hələ çəkiliş yox idi. Qapından içəri girən kimi dedim, əsl kənd, əsl kənd yaşayışı. Maşallah, valla biz də belə böyümüşük, biz də belə yaşamışıq. Çalışdığım qədər mən də istəyərəm ki, övladlarım yaxşı olsun. Sağ ol baba. Təhsilləri olsun. Özümüz zülm çəkirik, heç olmasa onlar zülm çəkməsin. Sağ olun. Allah var eləsin. Kim göndərib, Kim göndərib Allah onun köməyinə dursun. köməyə dursun. Başda siz olmaq şərti ilə Allah sizə də kömək Allah sizə olsun. dəyməsin. Amin. Allah sizin balalarınızı gözünüzə çıraq eləsin. Amin. Allah hamımızı yadımıza salsın. Amin. Yadına salsın. Qurban olum Allaha. Amin. O Hə, kömək- uşaqlar, sizin kesə papağınızda, yəni bax da biz Novruz bayramında papaq atmayasınız. Atasözü, yəni bizim böyük ailəmizə yox. Görsən getdi hərənizə əlini var. Sağ ol. Amma bilmək olmaz, ola bilsin ki, kesə papaqda da gəldim. İnşallah, inşallah. Papağınız, torbanız olacaq. Bunlar biri belə şey. Torbatırlar. Kesə papağa gedirlər, torba. Hə, bunu Da nə qalıb ki, mart ayı gəlir. Allah, inşallah. Allah Sağ sizi olun. var eləsin. Amin. Əsirgəməyin. Amin. Allah evinizi də var Sağ ol eləsin. qardaşım, sağ ol. Allah səndən razı Allah olsun. qardaşdan razı olsun. Amin. Bu ailəni Amin. sevindirdi. Allah bağlarını saxlasın. Sağ olun. Qazancını bol eləsin. Təşəkkür. Sizin qaza borcunuz var idi, işığa. Qazan. Nə qədər idi? 170 min. 170 manat. Ola bilər indi 200 olar. Bacım, sizə bir dənə də bir söz deyim. Mən sizə axırıncı dəfə 60 manat yardım ki, gətirdim ərzaq.
Ondan sonra sizə ya pul, nəsə bir yardım eləmişəm. Yox, yox. Hə, onda mən sizə dedim mi, dəftərdə məndə biraz alacağınız var. Hə, o puldan elə bir 9 manat çıxacağam. Hə, bildim. Onda dəftərdədir. 2025-ə aid olan dəftərdədir. Hə, Seyranı bax bu pulu da həmən dəftərə işləyəcəm. İnşallah. Qarşısından plus qoyacağam. Yəni verilir. Hə, o yerdə qalan qalığınızı Allah qoysa hərlənib fırlanıb bir də gələndə verəcəm. İnşallah. Sözün düzü Allah haqqı yadımdan çıxdı. Bilsəydim dəftərə baxıb təxminən 30 manatdır, nədirsə bilmirəm. Oradan 9 manat çıxmışam. Paraşok ki qoyulmuşdu Düzdür. artıq. Yerdə qalanı hesablayıb yazmışam. Seronuz gəlirəm də bura. Yəni qardaşlığa bax, bu qardaş sizə nə bilim sağ olsun, düşəndə yardım eləyir. Allah Özümüzün Allah ərzaq yardımlarımız eləsin, olanda başınıza mütləq gətirib verəcəm. İnşallah. Sağ olun. Bax sizin Sağ ailəniz. olun. Sağ olun. Yaddan çatmayın. Yox, çatmarıq inşallah. Siz bu uşaqların böyüməsində əziyyət çəkirsiniz. Çox əziyyət Özü də çəkirəm. Raya bir də baxır, görür. Gözlərini. Bunu diqqətlə baxın, kadra diqqətlə baxın ki, yəni Bura bax, görün necə gözəl uşaqlar böyüyür. Bax Allah haqqı kasıbçılığa baxmır əziz dostlar. Yuxarı bax adam. Adın nə sənin? Yusuf. Hadi sildən. Telə baxın, siz bir dənə Yusuf yuxarı baxın. Yuxarı bakın. Bax bu əsər burada. Bax baxın. Görürsən, bax uşaqlar Mehmet. Məhəmməddadır. Usta Məhəmməd sənsən. Hə, Allah qorusun sizləri inşallah. Hə, Allah qoysa, hava yardımımız olanda sizin də evinizə, ünvanınıza gələcək. Sağ olun. Başqa bir sözünüz, tapşırığınız, qulluğunuz, Allah istəyiniz. sizi var eləsin. Çok sağ olun. Değerli kardeşim. Allah sizden razı olsun. Suya Allah- getsən, Siz Acaba. suya getsən, Ha. mənim də üzr istəyirəm, qaynatam 60 ilin susudur. 60 il. Bugünkü gündə də susuluyor. Ne? Ayrı ne? Yox, da adam deyir ki, mən yəni son nəfəsimə qədər sapıq lapatka. İstəyirsən onu apar qoy prezident aparatına, birinci şöbənin müdürü, yenə də deyəcək yox. Oradan mənə 2 hektar, 3 hektar araq verin, sulayım. İndi baxıram, o da sənə kimdir. Deməli Hə. adam, indi gəlir. Bir yarım saat. hə, o adamın su suladığı sapıq, vallahi deyirəm, istənilən bir adamın ayaqqabısından təmiz Əlbəttə. oldu. Yəni bayaq sənin sapığını gördüm, yadıma düşdü dedim. Çox səliqəli, səhmanlı suçudur. Su ağır işdir ha. Ağır Amma işdir. çəmin bilməyənə daha ağır. Çok işdir. ağır da su içerdin şey. Mən də su sulamışam. Elə bir nətər deyim sənə, nətər izah edeyim. 2 hektar su sulamışam öz yerimizdə, amma 50 hektar sulamaqdan çətinlik olmalı. Çəmin bilməmişəm axı. Çetin, çemin. Suyu çəmin bilməyən adama çox çətindir, çox əziyyət verir. Allah əziyyətini, qiymətini versin. Çok Bugünkü günün çətindir. Su sulamandan bala saxlamaq. Ayrı gəliriniz var sanırım. Heç. Sosialda düzəldə bilmirəm. Vermirlər. Yox, İki il səhv düşmürəm, çalışıram. sosial sizə düşməməlidir. Maşınınız var, Prado. Yox, Yox, heç heç nəyimiz heç yox. Hə, ona görə Bizim vermirlər də. Hə. İnəyiniz var, Heç nəyimiz yoxdur. atınız, dəvəniz. Heç nə. Hə, ona Heç görə də vermirlər də. Bax, inəyiniz olsa, məsələn, maşınınız olsa, Evet kardeş. Evet. sonra nə bilim. Allah o qədər çalışdıram Hə, yaşamaq. yox, imkanı olmayana qanun elədə verilməməlidir. İmkanı olana və o imkanlı adamlara. Bizim kəndimizdə bir fermer var, Allah sağlığına qismət eləsin. 150 baş malı var. Bax, o alır. Elə sağ ol. Əyinlə bəri alır. Çünki o ağıllı adam, buna lazımdır pul. Sən neyinirsən? Bax, tutarsa 500 manat, 1000 manat sosial verir. O dəqiqə gedib verəsə uşaqların dərdinə, alacına. O pulu əldə saxlaya bilməsən, xərcləyəsən. Amma o neyinir? Hər sosialını alanı bir dənə heyvan artırır. Başa düşdün? İmkanı yoxdur, hə? Hə, ona düşür. Düşür eləsinə. Ona Allah eləsinə düşür. yaşaməllim, hara əl atmamışam, hara getməmişəm. Yalandan ağzıma birini vurub qaytarırlardı. Çətindir. Allah adamın özünə. Əlbəttə ki, Allah. Düzdür, bizi Allah yaradıb. Allah bizi qoymayacaq. Allah Ay sizin bala. qardaşlarım Görsən- var eləsin. Yetirir, qurban olduğum Yetirir. yetirir. Amma təbii haqqımızı da Allah inşallah ki bizə yetirsin. İnşallah, inşallah. O nətə deyim, bu dövlətdə işləyən o müəyyən o insanlar ki var, elə gəlib o sosialı gəlib sənin qapına girib araşdırma edən. Burada dövlətin heç bir günahı yoxdur. Aynı laf çöldə. Sadəcə olaraq bu qalır elə bir insaf və vicdan məsələsinə. Çöldə danışdım. Gəlib bu ailənin bax sosialına kəssən insan nə deyib kəsir? Bu adam suçudur. Bu adam
zulm ayaqlayır. Bunun sosialını kəsib nə deyirsin? Heç nə. Sizə ərizədə yazıb ki, 6 toyuğum var, gəlib araşdırmısınız, toyuq 7-dir. Və yaxud yazıb ki, bir inəyim var, gəlib baxmısınız, yox, inəyin balası da var. Buna görə sosial kəsirsiniz. Buna görə insanı, vətəndaşı dövlətimizin ayırdığı o sosial təminatdan məhrum edirsiniz. Bax, bunu edən o kostyumlu cavan uşaqlar ki var, o kəndlərə düşür qapı-qapı. Bir balaca əlinizi insafınıza qoyun. Vallahi deyirəm, dövlətimiz sizə heç vaxtı, nətər deyimi belə, nöqsan, nə bilim, töhmət eləməz. Çox insan sosial aldığına görə. İnsafınız olsun. İşinizi asanlaşdırmaqdan ötürü. Sadəcə olaraq elə nə var ki, minus eləməyə. Tək ki, işim asan olsun. Amma əlinizi vicdanınızın, ürəyinizin, qəlbinizin üstünə qoyun. Bu insanlara bir balaca rəhminiz gəlsin. Bu insanlar çətin dolanır. Sizə hökumət güvənir, hökumət sizə inanır, sizə hökumət maaş verir ki, gedin yerlərdə araşdırın. Siz də gəlirsiniz, vətəndaşın siması, vətəndaşın görkəmi xoşunuza gəlmirsə, yazırsınız imtina. Etməyin də, etməyin. Bunun axirəti var, bunun o dünyası var. Nə aparacaqsınız? O vəzifə də, o kalistok da, o kreslo da heç birinizə kömək olmayacaqdır. Sonu Allahın rəhmətidir. Sonu haqq hesab dünyası olacaqdır. Vallahi nizam tərəzi olacaq. And olsun ki Allaha, bu balaların ki, haqlı olaraq dövlətimiz tərəfindən ayrılan pulunu imtina etmək, kəsməyin hər birinin sorğu sualı olacaqdır. Vicdan haqqı deyirəm, Allahın adı haqqı deyirəm. Əlinizi qəlbinizə, ürəyinizə qoyun, bu insanların sosialını kəsməyin. Hansı ünvana gedirik, hamı gileylənir. Amma vicdan haqqı, bax bunu mən tam məsuliyyətimlə deyirəm. Tam məsuliyyətimlə deyirəm ki, 1000 dəfə, milyon dəfə bu ailələrdən imkanlı yaşayan adamlar tanıyıram, sosial yardım alır. Səhv deyirəmsə, qardaşlar, səhv deyirsin. Kəndinizdə yoxdur, imkanı olub sosial yardım alır. Var, alanlar var. Amma gəl gedə kəndinizdə düşək ən yoxsul ailələrin qapısını döyək. Əgər onlar sosial yardım alsa, mənə lənət. Hamısı imkanlı adamlara verilir. Ay kişinin oğlu. İnəyə var, amma deyir tövlən yoxdur, sağ mal düşmür. Bu yetimə şərait yarat, bu yetim bir dənə tövlə etsin. Bu tövlə 10 manata, 15 manata başa gəlmir ha. Bir tövləni tikmək 5000 manat lazımdır. Yaxşı, bunun niyə malını vermirsən? Deyirsən, sənin tövlən yox, sağ sosial düşmür. Bax, niyə bugünkü günü bu qardaş, bu bacı, hansısa bir qardaşın, hansısa bir insanın göndərdiyi yardıma yeri gəlsin, gözünü tiksin. Sən bunun verirsən ayda 600 manat, 800 manat sosial yardımını, bu adam da heç yeri gələndə qapısını döyəndə deyirsən, qardaş, git, məndən də ehtiyac olan var, apar onlara ver. Allah ölənlərinizə rəhmət eləsin, düz deyirsiniz. İncidirsiniz, vallahi vətəndaşları incidirsiniz. Vətəndaşlarımızı yenə deyirəm, dövlətimizdən narazı salırsınız. Mən də bir icraçıyam da, mən də bu işin, mən də bir layihəni bir icraçıyam. Amma mən də öz işimi vicdanla görürəm, qeyrətlə görürəm. Məsuliyyətimi başa düşürəm, dərk edirəm. Yəni mən bura gəlməyə də bilərdim. Bu göndərilən pulu yeri gəlsə karta da vura bilərdim. Əziyyət çəkməzdim. Amma əziyyəti ona görə çəkirəm ki, doğru və dəqiq ünvan olduğunu göstərim. Qardaş həqiqətən də əmin olsun ki, bəli, o deyilən aliyə gəlibdir. Mən karta vurardım, başqa bir səs atardım, başqa bir xanım səs atardım. Deyərdim, qardaş, göndərdim, bu da onun səsi, bu da onun çeki. Amma gəlirəm, bunu ona görə çəkirəm, işıqlandırıram ki, yardım edən qardaşımız görsün ki, yox, həqiqətən də oldu. Çünki içimdə bir vicdan var, içimdə bir Allaha olan, nətər deyim, bir iman var. Bax, bu hamımızda olsun da, hər birimizdə olsun. Hər birimiz, hər bir vəzifə sahibi, hər bir səlahiyyətli şəxs. Nə olar ki, vətəndaşa xidmət edəndə, nə olar ki, vətəndaşa normal şəraitin, normal təminatın, dövlət tərəfindən ayrılan təminatın çatması. Bax, bu qardaşa nə olar ki, ayda
500-600 manat sosial yardım versəniz, nə deyib kəsdilər sosialınızı, nə dedilər? Verirlər ki, heç bir Verirlər ki, kəsə Ümumiyyətlə nə deyirlər, səbəb nəyə Bir gətirirlər? dəfə gəldilər, baxış keçirdilər. O sabit qəbizə görə 6 aylıq nə bilim açdım idi. Onu açdım, gəldilər, baxış keçirdilər. Sonra da yüklətdim, gəldi bayrama düşdü, nə bayramı. Sonra dedilər qərar verilib, 1 illik oldu. Vurdum, yenə imtina vurdular ki, gərək 1 ilin tamamlamaq, o vergini ver, sabit qəbiz açdırırsan. İndi eləyə Çilli, bilmirlər. ancaq bunları bir Bilirsən, Allah haqqı həm də gündə bir vətəndaşların savadsızlığından da çox sui-istifadə edirlər. Hansı ki vətəndaş savadı var, hansı ki vətəndaş hüququnu bir balaca bilir, alır. Demirəm almayan yoxdur. düz. Alanlar var, həqiqi doğru alanlar da var. Ha var. Var, həqiqətən kasıblı sosial yardımlı. Amma niyə alır? Çünki onun evində bir savadlı insan var. Və yaxud onun bir qardaşı, əmisi, oğlu, nəslində, kökündə bir savadçısı var. İndi bu yazığın savadı yoxdur. Bu adam suçsuzdur deyə. Bunun başı çıxmır deyə. Bunun Düzgün yönəltmədilər də məni yanına getdim. Elə 2 il sürü dövlətə vergi verirəm, and olarlar. heç nədən. Heç Heç nədən nədən vuramam. Allah haqqı yaşamadım. Heç Heç nədən. nədən. Ancaq vergi verirəm. Deyir yox, sən bunu sabit qəbz açdırmamısan. Bu belə 30 manat And olsun məsələn Allah. gedir susuluyur 30 manat alır. 30 manatla mən nə iş görə bilərəm? Gedirəm kələm yığıram, onun kələm yığıram, 30 manat pul alıram. And olsun Allah heç evə gəlib çıxmır. Allah'ın quranı. Problem bu qədərdir. Deyib, göz əməliyyat olunmalıdır. Bax, onun gözü 18 yaşında əməliyyat olunmalıdır. Hamısı problemdir. Özüm xəstəyəmiş. Göz deyib, onun xəstəsidir. And olsun Allah'a. Onurğa 6-7 ildir xəstəsiyəm. mağaza götürülüb, yenə başlayıb yerində əyilmək. Eləyə bilmirəm də. iş Burada görürəm. yəni 500-300 manat əmələ gəlmir. Onun hər müalicəsinə bir 20 gün, 22 gün ərzində bir 2000 manat pul gedir. Onun müalicəsinə. Hamısı problemdir, çətindir, Qur'an olsun. Nə bilim qardaşlar, Allah özü yenə deyirəm o hangi ki sizin bu sosial yardım kimin əlindədir? Yəni o kəs ki istəsə siz sosial yardım Bəli, istəsəm ala bilərsiniz. ala bilərəm. Yəni, Allah o insanın könlünə, ürəyinə rəhim salsın. sağsın. Qəlbinə nədir əli qoxusu versin. Bu insanları sosialını bərpa eləsin. Vallahi deyirəm. Allah haqqı ölüm elədi ki hər an, hər saniyə Əlbəttə ki, ölüm bizi hərləyir. heç kim öldüyü günü bilmir. Yəni bir anda nəfəs gedib qayıtmaya bilər. Allah haqqı gec olar. Axirətdə bax bu ailənin haqqını Allah qarşısında sorğu-sualda çox çətin olar. İnsafla iş görün, imanla iş görün. Kim olsa olsun, bu ümumiyyətcə deyirəm. Hər bir səlahətli şəxsə bunu mən deyirəm. Əgər bugün mənim əlimdə bir səlahət varsa, bugün mən 10 dənə misal üçün ailəyə ərzaq və yaxud yardım etmək imkanım, səlahiyyətim varsa, bu mənə də aiddir. Mən də vicdanla bunu aid etməliyəm. Əlbəttə ki. Öz qohuma, nə bilim, öz kəndimə və yaxud ünvan yaxın olsun, işim tez qutarsın, yox. Bax, bu mənə də aiddir. Öz vicdanıma, öz insafıma ki, axı mənim, məsəl üçün, tanıdığım Vəluşaqlı kəndində bir ailə var, onun həqiqətən ehtiyacı var. Məsafə uzaq olsa da mən bura gəlməliyəm, o paketin birini bura verməliyəm. Çünki o paket haqlı olaraq bu ailənin ünvanına çatmalıdır. Çünki onu ehsan edən qardaş deyir ki, ən çox ehtiyacı olanlara çatdır. Bax, mən özümü də şamil edirəm bu işə. Bu məsələdəki, yəni hər bir kəs öz işini vicdanla görsə, Quran haqqı heç kimə problem olmaz. Allah haqqı heç kimə problem olmaz. Ümid edirəm ki, Allah özü yar və yardımcınız olar. İnşallah. Bu sosial yardımınız da inşallah düzəlir. Allah böyükdür. Gecəniz xeyrə qalsın, var olun. Allah kömək Allah qardaş sənin də qazancını bol, ömrünü uzun, cibin dolu olsun, etdiyinin Allah Əvəzini milyon versin. qat əvəzini versin inşallah. İnşallah. Allah. Var olun, qadanın. Allah Allah köməyimizə var olsun. eləsin. Sağ olun siz də. Allah sizə də kömək olsun. Sağ ol. Qardaş.
Görürsünüz də, görürsünüz də nə xoşbəxt bir görüntü görünür. Akşam bacının akşamı xeyir olsun. Qardaşım, fəslinə varmırıq. Sağ olun Ayşəm bacı. Evdəkilərlə fərli. Şükür hamımız yaxşıyıq. Yaxşı olsun qardaş. 32-lərdən keçirdim. Dedim bir Emin qardaşımın sayını için. Görün bax bu yanvar ayının 31-i qışın soyuğunda bu Emin qardaş necə yaşayır, necə dolanır, nədən şikayətlər var, nədən çətinlikləri var. Heç bir şikayətimiz yoxdur. Hər şey gözəldir. Sizlərin sayəsində, bir ailəmizin sayəsində. Allah hər birinin canını sağ eləsin. Allah ölənlərinizə rəhmət eləsin qardaş. Siz ki mənim canımı kaçalkadan tutardınız. Allah sizin balalarınızı sağ eləsin. Üstünə qal yuman ayrı ləzzəti var da Ayşəm bacı. Amma o kaçalkanın başında gedim, Bak, bir istəyirəm. Qazanı qoyurdum, əyləşirdim ki, o qabı vurdum, o soyuqda. Sizin ürəyinizə qurban olun qardaş. Bundan gözəl vallahi heç nə ola bilmir. Allah sizin canınızı sağ eləsin. Allah sizin ruzunuzu, bərəkətinizi qorulasın. Allah bizə kömək edən bacı, qardaşlar, əmilər, bibilər, xalalar. Allah hamısının ölənlərinə rəhmət eləsin. Allah hamısının ruzunu, bərəkətini bol eləsin. Aysu bacı, ondan sonra Samirə xanım, Bəli, bəli, bəli. ondan sonra Xatirə xanım, hamısı var. Samirə xanım bizə yaqın ki, baxır, onun ürəyinə qurban olur. Onun mənim evimdə çox dəstək olur. Aboyun almağında, daşın gəlməyində, onun ürəyinə qurban olum. Allah onun balalarını saxlasın. Allah onun ömrünü uzun eləsin, canını sağ eləsin. Allah onun ruzusunu, bərəkətin başından töksün. Ölənə qədər o mənim yadımdan çıxmaz. Mənim evimin daşının sifətini Samirə xanım göndərir. Allah onun canını sağ eləsin. Allah ona dəyməsin. Amin. Ürəyinizə qurban olun qardaş. Vallahi siz gözəl işlər görürsünüz. Allah sizlərə dəyməsin. Amin, amin. Başınıza dönün qardaş, sizə qurban olun. Hə, Emin qaqa, əlində çorba gəlirdi. Dedim, Emin, hardan bu çorbalar olur gətirmişsən? Sən Elə də mən çoxdan gətirəndə dedim maşınlar deyər ki, görəm ki, o vaxtı Samirə xanım Səbirdən çorbalarını alanda da təxminən ona oxşar bir görüntüydü. O da əlində, hər əlində 5 çorba gəlir. Allah kömək olsun, Allah canlarını sağ eləsin. Sağ olsun, Samirə xanımın bu evə böyük dəstəyi oldu. Mənim yadımdan çıxmaz, mənim ad günüm fevral ayının 9-udur. Fevral ayının 9-cu günüsü Samirə xanım bu qapıya daş göndərdi. Bəs, yaddaşı. Allah ruzisini, bərəkətini bol eləsin. Amin. Hamısı mənim yadımdadır. 9-u Kamal qardaşın ad günüdür, o da mənim yadımdadır. Bəs. Aysu bacı bizim evimizə ruzi bərəkət göndəribdi, un göndəribdi, tufqa göndəribdi. Allah hər birinin canını sağ eləsin. Xatirə xanım onun kimi, bütün xanımlar, əmlərim, qardaşlarım, hamısı var olsun. Allah canından sağ. Belə gözəl bizə işlər görürlər. Vallahi gedirəm 25 manata, 20 manata da olur da, bir dənə 20 də olur, 25 də olur. Pul gətirirəm, orada evə çatmır da, belə də evə çatmır. Mən belə gözəl işi görə bilməzdim. Allah sizi var eləsin, Allah balalarınızı xoşbəxt eləsin. Elədir, Allah. Bu gözəllik bizən ən çox nədədir qardaş? Evin qoxması olmaq. Vallahi, bu gözəllikdir. Allah bu gözəllikdir qardaş. Allah sağ dəyməsin. Allah sənin balalarını xoş Özə geniş qoxuna, geniş, ərzlər. Eminin evində ən gözəl çertyoş mətbəği ilə qonaq otağının böyüklüyü. 4 yarımız 4-dədir. Hə, genişdir, bax belə burada 20 nəfər oturub. O gün qonağımız var. Dünən sıra var mı? Sıra 29. Stol asılılmış Ayşə. Hə, yer gələndə sayılır. İnan qardaş, Allah hamd olsun, o qədər ürəyim açsın. Komandırım gəlmişdi. Müharibə vaxtı komandırım. Saydanın qaynayır. Müharibə vaxtı komandırım olubdu. Hə. Komandırım gəlmişdi, dedi ki, sağ olsun o qardaş, sağ belə bir gözəl iş görübdü. Dedim, yəni müharibə vaxtından mənim balalarıma dəstək olubdu. Mən orada olanda mənim balalarıma dedi ki, mən əvvəldən o qardaşa salam versin. Allah'ın salamı hər kəsiniz. Vallahi. Vallahi Ayşəm bacı demiş, Allah haqqı bu xoşbəxtliyin ən gözəl zirvəsidir. Dayı nətər deyimi, inan Allaha bundan gözəl, bundan xoşbəxtlik nə etmək olar bir dənə ailə üçün, bir insan üçün. Əziyyət çəkirik, düzdür, hamımız var. Yardım edən qardaş bacılarımız, hamımız komanda olaraq əziyyət çəkirik, amma nəticədə, əzizlərim, nəticədə bir ailənin ömrü boyu edə bilməyəcəyini edirik. Nə var ki, hər 200 manat, hər ehtiyacı olana 500 manat yardım yığıb verməyə. Bu ən əsas şeydir.
Allah ən əsası idi. Ya yorulmursan, ya stres yaşamırsan, ya borc dərdi falan beşbətən hər gün mən Elşən Mustafayev hər gün minimum 500 manat hər gün yardım toplayaram, ehtiyacı olan ailələrə verərəm. İşim də rahat olar, beynim də salamat olar. Amma mən xəstəyəm də, əzizlərəm. Hər insan bir şeyin xəstəsidir. İraq olsun, biri narkotik xəstəsidir, biri içki xəstəsidir. Hər həyatda bir şeyin xəstəsi olur. Mən deməzdim, mən bu işin vurğunuyam, mən bu işin xəstəsiyəm. Yəni mənim çəkədiyimi damarımda artıq mən dözə bilmərəm. Mən ev tikə bilməsi, ev tikilməsində iştirak etməsəm, yəni insanlara ildə 2-3 dənə ev tikilməsə mən nətərdiyimi havalanaram. Mənim damarım, mənim qanıma hopub. Ona görə əziyyət çəksəm də, ağrısam da, neynəsəm də istəyirəm ki, ildə 1-2 dənə, 3 dənə ailəni bax bu vəziyyətdə xoşbəxt görürəm. Neyniyim, əziz dostlar. Qardaş, Allah sağ can sağlığı versin. Allah qollarına qüvvət versin ki, sən bu işdə nətərdiyim, canın sağ olana qədər də bu kasıbların yanında olasan. Sağ ol, Ayşən bacı. Allah sağ dəyməsin. Amin, cümləmizdən. Allah əl tutanları, bax bu gün Emin üçün heç kim yardım istəmir. Ya mən istəmirəm, ya Eminin ailəsi istəmir. Bundan sonra son nəfəsimizə qədər hər Eminin evinə girib çıxdıqca yardım edib bu evi bu dərəcəyə, bu vəziyyətə çatdıranlara hamımız bir ömür boyu dua edəcək. Adı çəkilənin də, çəkilməyənin də. Bax, ümumi halda deyirik ki, bax, bu Emin qardaşı bu dərəcəyə gəlib çıxmasında, bu şəraitin qurulmasında kimin maddi və mənəvi, fiziki dəstəyi olursa, uca Allah o insanların hər birindən razı olsun. Fərq eləməz Xatirə bacısı, fərq eləməz Samirə xanım, fərq eləməz Ayşı bacı. Ümumilikdə deyirəm, ay bu evə maddi və mənəvi dəstək olan kəslər, Allah hər bir gününüzü, hər bir anınızı bərəkətli eyləsin. Çörəyiniz süfrənizdən üzülməz olsun. Heç vaxtı neyiniyim, necə deyim, deməyəsiniz. Siz ki, bu ailəni bugün bu xoşbəxt yerə çıxarmışsınız. Bu həqiqətən də sıradan, zarafat bir iş deyil. Qardaşlar, qaldırınızın işini yan verin. Əgər mümkündür. Bu zarafat bir iş deyil. Allah haqqı, zarafat bir iş deyil. Amma Ayşən, gəl bura zəhmət olmasa, icazə ver mən bugün, bu axşam bir elan eləyim. Bir elan eləyim bütün tamaşaçılarımızla. Mən, əziz dostlar, heç kim yəqin inciməz. Heç kim inciməz. Mən Ayşən bacımızı layihəmizdə ev tikilən xanımların ümumilikdə ən sərqə səhmanına görə birincisi elan edirəm. Bax, bu axşam sizi layihəmizdə ev tikilən, yardımla ev tikilən xanımların sərqə səhmanda ən birincisi elan edirəm. Bu mənim şəxsi fikrimdir. Ola bilər ki, sizdən də sərqəli səhmanlı xanımlarımızın olduğunu tamaşaçılar deyə bilər. Amma mən şəxsən sizin bax bu, elə bu gülünüzü, çiçəyinizi, mən bura qəfildən düşdüm. Yəni, darvazada saxladım, siqnal verdim, Emin başını çıxartdı, dedim, mənəm Emin. Yəni, düşkəbələm, dedim, çayınız olan hazır, dedim, niyə olmur, elə qəfildən gəlir. Yəni, Allah haqqı, gəl ki, burada nə var ki? Bu ev sənin öz evində. Hə, bax, gəlirəm, görürəm, söhbət yox, yenə də deyirəm. Ev təmiz olsa da, ev çirkin olsa da, o evdə Emin, evinin ailəsi yaşayır. Söhbət ondan getmir. Amma ümumi deyirəm ki, yəni xanımın ən gözəl, xanıma ən gözəl yaraşan, yəni xanıma ən gözəl yaraşan onun evinin sərqəli səhmanı olmasıdır. Yəni, bax, biz də belə görmüşdük, bax, biz də yastığı belə yığmışıq, yerimiz həmişə yığılı olubdur. Maşallah, ev qəşəkdir, havalı da, Emin. Qəşək havalıdır. Kiplik. Sobanı alan, qaz pesini alan qardaşı var idi. Kənan qaqamızda, indi onu verən Allaha hamımız şükür olsun. Adını çəkmək istəmədim. Yox, çək, Kənanı verən Kənan çək. qardaşı, Allah canını sağ eləsin. Allah rüzgünü, bərəkətini bol eləsin. Balları xoşbəxt olsun. Amin. Allah yenə deyirəm, ay bu evə əziyyəti olanlar, ay bu evə, ay bu gözəllik. Bax, bu görülən gözəlliyə zəhməti keçənlər, Allahım sizləri var arasın. Xudavənd-i Kərim Allah
hamınızı xoşbəxtliyə çıxarsın. Rahlə ana, əllərinizdən öpürəm. Qeyrətli ana, var ol. Nə yaxşı evimizə bu gözəllikdə divan hədiyyə etdiniz, Rahlə ana. Trend qapılar, Allah sizləri var eləsin. Allah ruzinizi, bərəkətinizi tükənməz eyləsin. Rahlə ana, nə gözəl xalça hədiyyə etdin. Kənan qardaş, ocağın həmişə gür olsun. Kənan qardaş, ocağın sönməz olsun. O balaların, atavın, anavın, ailənin hər bir zaman canı sağ olsun, qardaşım. Nə yaxşı veteranımızın evinin, ocağının yanmasında sənin əlin oldu. Bax, belədir, əziz dostlar. Bax, həqiqətən də biz Elşən Mustafayev olaraq hər bir işçi öz adımıza layiq görürük. Düzdür, bu evlər tikiləndə, bu müəyyən işlər olanda tənqid olunan. Falan şey lazım deyil, bəhmə şey lazım deyil, evə pərdə lazım deyil, evə stul dəstə lazım deyil, divan və s. Başa düşürəm, mən hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma biz Elşən Mustafayevik. Biz Elşən Mustafayev böyük ailəyik. Axı bizim adımız, bizim özümüzün nətər deyimi bir sambalımız var. Biz axı tikdiyimiz evlər belə olmalıdır. Biz tikirik evi ki, o ailə o evdə bir ömür boyu rahat yaşasın. Biz evi tikib lamışqa ilə listuru özü alar, nə bilim, televizori özü alar, peçi özü alar, yox. İldə 2 ev tikirik, 3 ev tikirik, amma belə tikirik. Qoy Emin qardaş gedib kəsdiyi kələmdən, qazandığı o fəhlə pulundan deməsin ki, Ayşən, nağara, bəlkə çörəyimizdən, boğazımızdan kəsək, evimizə peçi alaq. İnan Allah haqqı, əzizlərim, Qurandan da olsun, bax, biz bunu etməsəydik, bax, belə deyəkdən evin içinin buna hardasa Nijni Novgorod Nazım kişi bərbəzək deyir. Pərdəni nəzərdə tutur, divanı, bax, xalçanı, stolu, televizori, peçi. Bani təsəvvür edin də, biz evi, quru evi tikib çıxmışıq. Hətta mətbəx mebelinə qədər narazılıq edənlər var. Bax, yatağa qədər. Bax, bunların heç birini deyək ki, eləmədik. Biz gəlib burada nə görə bilərdik? Bax, vicdan haqqı, Allahın adı haqqı, tay da gəlir özümüzün ürəyimiz ağrıyacaqdı ki, Ayşən yazığın evi olduğunda qoxunusu yoxdur, mətbəği yoxdur, isti suyu yoxdur, bir nətər deyim, qabını, qaşığını yığacaq bir şəraiti yoxdur. Bu nə bilim, mən beləyəm də, mən bilmirəm, bu mənim nöqsanımdır, bu mənim nətər deyim, pis işimdir bilmirəm. İstəyirəm ki, hamının qabı da, qaşığı da, bax bu qaydada Aysu bacı, valla belə istəyirəm. Siz də mənə hərdən tənqid edirsiniz, Aysu bacı, ürəyinə qurban. Siz bizim qeyrətli bacımızsınız, amma neyiniyim, qardaşınızı Allah belə yaradıb da. Aysu bacı, mən Elşən qardaşınızın da Allah belə yaradıb. Bax, bunu görəndə ləzzət alıram. Mən belə şeyi görəndə ki, bir Azərbaycan qadını xoşbəxt görünür, mən onda şad oluram. Mən onda şad oluram da, özümdən asılı deyil. Allah, mən belə görmək istəyirəm. Mən Nərgiz bacını da bir neçə gündən sonra belə görmək istəyirəm. Elə gündə Nərgiz bacıya, təsərrüt qardaşa qismət olsun. Amin Allah. Allahın köməyində Allah olacaq. olmayanlara qismət eləsin. Amin. Allah sizlərə dəyməsin. Allah bu evdə bizə köməyə keçənlərin Allah köməyində dursun. Amin. Allah ruzusun, bərəkətin başından töysün. Amin inşallah. Bax, o qapıları göndərən ana, qardaş, o pəncərələri alan, bu aboyları alan, lüstrları alan bacı, əmi, qardaş, Mirdamət əmi, Allah hamısını şəfasını versin. Kamal qardaş, ondan sonra indi adı yadında olmayanlar, Allah xəstələrimizin şəfasını versin. Ömürlərini uzun eləsin, canlarını sağ eləsin ki, bizim kimi belə kasıflara kömək edirlər qardaş. Ayşən, sağ ol. Başına dönüm sənə. Ayşən, elə bir dünyanı, Allah haqqı elə bilim, dünyanı verirsən mən qardaş yanına. Bax, sənin... Başına dönüm sənə. Nərgiz, bax, bu çəkilişə diqqətlə bax, Nərgiz. Başdan ayağa bax, ha, bax, videonun əvvəlindən ki, başladım o 5 uşaqlı ailədən. Nərgiz, çəkilişə diqqətlə bax. Nərgiz, biz səni də belə görmək istəyirik. Bax, Nərgiz, gör nə qədər ehtiyatı var. O da yaxşı olacaq. Allah haqqı Nərgiz, bu qavqaşığın hamısını Ayşən köhnə evindən gəlir. Biz Nərgizlə belə görmək istəyirik. Bax, Nərgiz bacı, deyirsən ki, qardaşım, sənin yolunda ölümə gedərəm. İstəmirəm mənim yolumda ölümə get. Mənim yolumda, bax, sən də Allah qoysa, bax, görsən Ayşənin evinə gəldik, ürəyimiz açılır, dağa dönür. Ona əlim çatmadı, qardaş. Buranı bir dənə aç.
Hə, Bax, məsələ bu var. qavlarımızı gətirən Bax, xanımlarımız, bəh. Günlar bacı, ondan sonra Allah kömək olsun. Almaz xala, Almaz mı? Heç ürəkdir, almaz bir lahiyənin ürəyi. Azadından çıxan, bax, Bəh. Günlar bacı, Günlar bacı o qavları da gətirib. Allah Sağ ol, onun bağlarını sağ ol. xoşbəxt eləsin. Amin. Sağ ol, Kim ki, Günlar bax, bacı. bura, əlində bir dənə istəqan meyrabasından gələn Allah hamısını canını sağ eləsin. Amin, amin. Allah ruzilərin, bərəkətlərin bol eləsin. Amin, Allah. Allah sizə dəyməsin, qardaş. Təşəkkür edirəm. Bunun hamısı sənin sayəndədir. Allah köməyin Sən olsun. çəkirsən, sən bizi Sağ ol, işıqlandırırsan. Ayşə Məni Samirə xanım, Aysun xanım, ondan sonra Xatirə xanım, bizi nə tanıyardı ki, bizə televizoralardı. Bu gün asılan o televizora baxardı. Ya Aysun bacı o qravatı hardan alacaqdı ki, bu gün üzr istəyirəm, mənim balalarım o qravatda yatardı. Sən məni çəkməsəydin, bu üstolu mən hardan alardı ki, qardaş, bu gün biz burada əyləşib, biz burada rahat çörək yiyirik. Allah sənin balalarını xoşbəxt eləsin, qardaş. Allah böyük ailəmizin balalarını xoşbəxt eləsin. Allah ağsaqqallarımıza dəyməsin. O ki, səni yönləndirir, yerşən. Elə əsl buna etişmək lazımdır. Allah o əmlərə dəyməsin. Amin, Allah Allah. onların canlarını Amin, sağ Allah. Hörmətli izləyicilərimiz, pilot qardaşın qadasını alın. Ürəyinə qurban olun. Pilot qardaşımız hər zaman olduğu Bizə kimi dəstək olubdur. Allah Allah canını canını Amin. dursun. Amin, Allah, amin. həmişə göylərdə olur. Amin. Allah həmişə üstünə köməyinə Amin. olsun. Allah səni pənahında saxlasın, qardaş. Amin Allah. Deməli, əzizlərim, pilot qardaşımız da hər zaman olduğu kimi 230 manat, 30-un bizə, 200-ün cəsarətə. Allah kömək olsun. Cəsarət qardaşın, hörmətli izləyicilər, əgər evinə qapıları biz, layihəmiz alası olsaq, 100 manat kəsirimiz qalır. 700 manatımız var idi, 200 də pilot qardaş göndərdi, oldu 900 manat. Əgər biz alası olsaq qapıları, 100 manatımız kəsir qalıbdır. Nə deyirdin bacı? Qardaş, bu bizə qapıları göndərən xala vardı, bir də qardaş vardı. Göndərmədi cəsarət qardaş ilə qardaş. Hələ ki cavab verilmiş də veriləcək. İnşallah, Hələ inşallah. bu dəqiqə qapı lazım deyil, biz ehtiyatımızı İnşallah görmüşük. olar, inşallah. Ehtiyat saxlamışıq da əlimizdə ehtiyat. Bir də bax Ayşən bacıya üzr istəyirəm. Elə Ayşən bacıya mətbəx mebelinin alınmasında kömək edənlərə də təşəkkürümü bildirirəm. İnşallah bunu elə ümumi deyirəm də nə fərqi var pul göndərən Mən də və xahiş yaxud edirəm, göndərməyən. qardaş bacılardan xahiş edirəm ki, Cəsarət qardaşım, Nərgiz bacının belə Kuxuna meyvelində alınmağına dəstək olsun. İnşallah. Deməli dostlar, Nərgiz bacımızın evinin mətbəx mebelindən 930 manat pulumuz qalır. İnşallah. Bax Ayşən bacının mətbəxinə diqqətlə baxın, diqqətlə. Çünki Nərgizdə də xaladenlikdə var, paltar yuanda. Hər ikisinin rəngi ağdır. Elə təxminən Ayşən bacının mətbəx mebelinə oxşar bir rəngdir. Məsləhətdirsə, əgər bu Ayşənin mətbəx mebeli xoşunuza gəlirsə, elə bu formada da deməli sifarişin verək. Bir balaca, elə bir balaca cəsarətin, yəni mətbəxi bir balaca. Yəni təxminən bax bu xaladenlikdən bu yana olacaqdır. Yəni Emilin mətbəxi böyükdür, maşallah olsun. Hə, Nərgizin elə bir mətbəxi cəsarətin soyuducudan bax bu üzə olacaqdır. Hə, məsləhət bilsəniz, əgər xoşdurursunuzsa bu rəngi, bu seçimi elə bu qalsın, elə gələndə deyək ki, bu qaydada olsun. Allah çox xeyir versin. Allahın bu gününə şükürlər olsun. Allahın bu gününə şükürlər olsun ki, hörmətli izləyicilər, Bismillah edib başladığımız bir gözəl işimizi uğurla başa çatdırmışıq. Aslanımın da görürsünüz əmirlər, keç içəri. Saçına baxın bir dənə. Bəri bulan aslanım. Siz Allah bunun saçının təmizliyinə baxın. Baxın da saçda olan təmizlik. Çünki aslan aslandır. Özü də idmana gedir. Bir gün səhər çempion olacaq. Məndən bu qədər. Nasim hanım? Afisiyantlığa gedir. Ay onun qadasını. Var afisiyant. Afisiyant işləyir. Harada işləyir? Restoranda zadda afisiyant işləyir. Toy restoranlarında yoxsa? Toy restoranında bu bir restoran var, ondan bəri bir kafe açılıb, yəni istirahət mərkəzi kimi. Orada deyib işte, deyir ata, özümə paltar alacağım. Onun qadasını alım, onun başına dönərəm. Gözəl də hamamımızın ağzını açardın, Emin. Bəlkə də çəkməyimiz hardasa düzdür, hardasa düzdür, amma bir şey gözmək istəyirəm. Hə, qapı sizdə içəri asır, eləmi? İçəri. Belə rahatdan, yaxşıdır. Yox, çölə asılmağı, ümumiyyətcə çölə asılmağa yaxşıdır. Hə. Çölə asılmağa yaxşıdır.
İlah olsun burada. Bak bir nəsə bir problem olsa Allah göstərməsin. Hə. Həqiqətən də Ayşə bacının səliqə, səhmanına heç zaman söz ola bilməz. Gözəl. Kişinin qızın qoruyur, saxlayır da, hörmətli izləyicilər. Kişinin qızı sən adamın ürəyini açır. Ürəklə yeri çəkirsən. Valla adam bala ki məni qınıyır ki, əyirsən, çox ucuzluğa gedirsən, evi tikdin, verdin. Adam orada nətər yaşayar, necə yaşayar o özü bilər. Niyə qarışırsan? Amma yox qardaşım. Adam bax, əsl adam, əsl insan belə yaşayar da. Bax, burada nə var ki, görsün, gələndə də, baxanda da, çəkəndə də, bu yardımı eləyənlər də baxanda onlara xoş olur. Onlar da ləzzət alır ki, yetdiyimiz, bax, indi bax, bu evin tikilməsində dəstəyə olan insanda bəlkə də bu çəkilişi hansısa bir tanışıyla, hansısa bir qohumu gəlib, evinə qonaq gəlib, ilk dəfədir evini tanıyan adamlarla bir yerdə baxırlar. Bax, o qardaşlar öyünə deyir ki, o bacı, bax, bu evin tikilməyində biz də kömək eləmişik. Bu Elşən Mustafayevin layihəsinin 25-ci evidir tikilir. İndi bax, məsəl üçün deyirəm, hansısa izləyicimiz, bax, bunu, bax, şəxsən yanında olduğu dostla tanışa deyir ki, bax, 25-ci evdə, bax, 26-cı evdə, bax, bu qaydada tikilir. Buna bənzər bir evdir. Bir neçə gündən sonra, təxminən bir aydan sonra da 26-cı ev təhvil verilib, keçəcək 27-ci evə. Bax, adam, şəxsən mən, düzdür, mən də kömək edirəm. Tikilən evlərə mən də maddi tərəfdən kömək edirəm. Heç kim deyəməz ki, erkəni köməyə çatır. Halar xoş olsun. Mən maddi köməyimi kömək sayıram, o fiziki köməyimi yox. Hansı evə ki, maddi köməyim dəyərsə, onda öyünləm ki, mən də, məsələn, falan evə köməyimdir. Məsələn, Eminin evinə haradasa bir yad bir adamla oturub, bax, belə bu kadra baxanda öyünə deyərəm ki, bax, qardaş, bu evi tikildi, axırda 1250 manat boş qaldı, o borcu da mən ödədim. Öyünləm. Mən bir şeylə öyünləm. Çünki mən ümumilikdə deyirəm də, yəni ümumi katyor 1250 manat qaldı, onu da öz üstümə götürdüm. Nəbdir bana deyirəm, mən qoy öyünüm ki, vətənimin keşiyində duran, xidmətində olan bir veteran ailəsinə bax, kömək eləmişəm. Valla normaldır. Hər bir kəsin öyünməyə normaldır. Demirəm ki, İraq olsun, baboşa 2 sanata almışam. Demirəm ki, başqasını, deyirəm ki, vətənin keşiyində qeyrətimizi çəkən oğlanın evini tikilməsində 1250 manat kömək eləmişim, fəxr edirəm. Ömrümün sonuna qədər fəxr edəcəm ki, bir qeyrətli oğlana kömək eləmişəm. O bizim qeyrətimizi, namusumuzu, vicdanımızı, nətər deyim, alnımızda olan o qara ləkənin silibdir, onun kimi oğullar. Allah hamınızdan razı olsun. Böyük ailəmiz, Allah ürəyinizi açsın. Allah çörəyinizi, ruzinizi həmişə bol eləsin. Allah sizləri var eləsin. Ürəyinizin qadasını alın. Hər belə çəkiliş gördükcə ürəyim açılır. Hər belə mənzərəni gördükcə, and olsun Allaha, ürəyimi çıxardıb hər birinizə tikə-tikə pay verərəm. Siz ki, belə işlərə, belə gözəlliklərə vasitə olursunuz. Kömək edirsiniz. Xudavənd-i Kərim Allah sizi var eləsin. Allah Teala sizi heç bir zaman, heç bir çətinlikdə qoymasın. Bir Allah şahid ki, mən bu dediyim sözləri necə fəxrlə, fərəhlə deyirəm. Mənim içimdən gələn histir. Bu çəkilici çəkməyə də bilərdim. Amma baxıram, evinin araldan görkəminə baxıram. Onun o qapısında yanan işığa baxıram. Ürəyim açılır. Sevinirəm, şad oluram ki, Allah nə yaxşı. Ya Rəbbim, nə yaxşı bizlərə bu gözəl bəndələrini yetirdin. Onların köməyindən biz bu işi yarıda qoymadıq. Başa çatdırdıq. Bax, bir neçə gündən sonra, bir aydan sonra, bax, eynən bu çıxışımı, bu sevincimi siz Cəsarətin evində görəcəksiniz. Elə bilməyin ki, bir evdə sevinib, bir evdə sevinmirəm. Hər bir evdə mən bu sevinci yaşamışam. Bu mənim içimdə olan səmimi hissdir. Məni heç kim məcbur etmir. Bugün də Eminə kimsə yardımını etmir və ehtiyacı yoxdur. Yəni bu çəkiliş çəkmirəm ki, Eminə hansısa bir yardım olsun. Amma bu çəkilişi çəkirəm ki, sağ olun. Hər dəfədə çəkiliş çəkməyə mənim, nətər deyim belə, boynumun borcudur. Sizlərə dua edək ki, var olun.
Bizləri rahatçılığa çıxartdınız. Bugün Emin qardaşın ailəsi rahat yatır, rahat durur. Emin işdən gəlib, tərli-tərli evin arxasında qarğıdan düzəlmiş hansısa bir yerdə çimmir. Vannada yox. Üzr istəyirəm. Bugün Emin işdən gəlir, girir isti hamamında rahat şəkildə yuyunur. Bax, gəlib isti peçinin qırağında oturur. Yoldaşı rahat şəkildə isti çay süzür gətirir. Həmişə qardaş, üzr istəyirəm, sözünü kəsirəm. Sözünün arasında balalarını vursun. Qazın üstünə suyu qoyurdum. 2 vedra suyu soyuqluyordum. Deyirdim ki, bu azlıq edir də. Bununla insan, üzr istəyirəm sizlərdən. Bununla insan nə ürəkdən çimə bilər ki? Amma indi işdən gəlir, girir çimə, indi işdən gəlib səni gözlədi deyin, dedi birdən onlar əmirdən, ha, bu həmişə gəlsən axı Ramilgilə. Dedi birdən onlar gələr, hamamda olmalı, o biraz pis çıxar. Ona görə qardaş, həmişə sahada baxır, deyir birdən onlardan əmim gələr. Mən hamamdan yanım, niyə deyim ki, mən hamamdayım. Amma sənin saat 10-a kimi sən həmişə gözləyir. Qardaş, bax Qurana saat 10-a kimi. Mən bir gündən bir gəlirəm, hər gün görürəm. 10-a kimi gözləyir. Gözləmə də gələndə mən səni Nətər gözləyirəm. gözləyirəm? Deyirəm ki, bir dənə yaşanamı bura gəlir. Gələndə nə olar? Ayşə mənim bacım. Mən istəmirəm ki, başqa yerdə olam. Ol narahat olma. Başqa yerdə olsam da bu da sənin öz evindir. Olayı narahat olma, Emin. Mən çöldə gözləyərəm. Bax, indi də bax, gözlük əynin dəyişmir. Tam gözlüyü, saat onu keçir, evin girir hamama. Deyir, bir də gələn mən niyə hamamdan çıxıram? Yox, Allah səhv edir. Allah ona şahiddir ki, Quran Allah səhv ona edir. şahiddir ki, həmişə saat 10-a kimi sən. Səhv edir. Mən bəlkə bir ay aşıb saza gəlməmsən, bir ay. Həmişə sən. Qaqa, mən bir gündən bir gəlirəm. Dədə, hər gün gəlirəm. Bilirəm ki, sən səbirsiz adamsan. Yox, qəti şəkildə qədər məni tamaşaçılarla Yox, bizə nə edir? Deyir, birdən Sən bir qardaş kimi deyin, qadan olaraq. Valla sən bir qardaş kimi. Allah haqqı. Videonu çəkdi, axırda məni qoydun. Valla sən bir qardaş kimi. Tamaşaçılar deyirlər ki, Emin içinmir ki, ay qadan Yox, olaraq. ona görə yox. Sən həmişə Sən niyə qardaş? Qoy açıqlama verək də. Həmişə sənə gözləyirəm. Oradan çıxmaq onu istəmirəm. Mən istəmirəm ki, oradan çıxım. Qurban olum, qardaş. Sənin ürəyinə qurban olum. Sən həqiqətən mərd olursan. Mən səni həmişə gözləmişəm. Vallahi, Allah səni qorusun Emin. Nə yaxşı sənin bu evinə. Adam belə Həm əmimsən, həm qardaşımsan. Allah haqqı inanmağı gəlmir. Gəl lama belə burada rahat Buna otururam. da ki, Kimsə yerə iş baxıram. görə, birdən gəlirsən, bura uşaq səni çağırır, gəlirsən, bir anlıq deyirdim axı, mən daxalda olanda çıxırdım çölə suyuğa. Amma o çöldə suyuqda olmuram adam. Allah sizin ruzunuzu, bərəkətinizi başınızdan tutsun. Emin, sən də bir də aş hamamı görüm sizin də kafer bundandır. Yox, ondan deyirəm. Elə mi? Ondan deyil. Ondan deyir, yox. Bir dənə aç baxam, yadıma çıxdı ya. Maşallah, qəşəkdir. Hayır, deməli cəsarət də super. Cəsarət qardaşının kafiyəli qəşəkdir. Hə, sizdə başqadır. Bizdə dekorlandır. Hə. Sonra ağdı, yuxarısı qara. Hə, bildim. Maşallah, gözəl işlər görürlər. Allah sağ var. Gözəl, möhtəşəm işlər görürlər. Sayəndə belə gözəl işlər sən. Qəşəng havalıdır, eviniz əladır, evin. Geç hamısını Hə, yox, istəsəydi biraz. İndi gözəldir, normaldır. Hə, yox, indi yaxşıdır qardaş. Allah xeyir versin, Ayşən bacım. Gün olsun. Bu evə gəlin gətirəsən, bu oğlanlarıya gəlin gətirəsən. Sağ ol qardaş. Sağ olun, Allah səni var vaxtlarını olun. xoşbəxt eləsin. Gün olsun sən gəlin gətir. Biz gələk orada biraz hərəkət eləyək, işləyək ki. Bizə gələndə nəvənlə gəlib çəkiliş eləyəsən. Nəvənlə gəlib çəkiliş eləyəsən. Allah, maşında gətirəsən bizə qardaş. İnşallah. Allah o günü qismət eləsin ki, əfsanə bacı, sən nəvə oynadasan. Allah o günləri qismət eləsin. Allah sizlərə dəyməsin qardaş. Başına dönün. Valla bu belə sözümü deyəndə deyirlər, Ayşən bacı bu sözü demişdim. Valla onu həqiqətən də düz deyirəm. Bu gözəllikdir. Bu gözəlliyi bizlərə yaradırsınsa, Allah sizləri gözəlliklərə çıxarsın. Allah sizin daimi köməyinizdə dursun. Çətin işiniz həmişə asan olsun. Böyük ailəmiz. Qardaş, Allah sənin yolunu həmişə açıq eləsin ki, nətər deyim, güllü, çiçəkli eləsin ki, sən belə kasıfların yanında olursan. Vallahi sən məni çəkməsəydin, mənim evim hardan olardı, başına dönüm qardaş. Vallahi mən bu polu hardan tapardım. Bunu ki, belə sevə-sevə silir səni. Mən heç daxalda ev silməmişəm, mən Allah haqqı silməmişəm. Yazıq Ramilə də həmişə Allah verdi. Həmişə. Şeytana nəhlət qardaş. Şeytan bizə niyə? İnsanları yoldan çıxardır. Şeytana nəhlət. Amma buradan da deyim ki, ola bilər ha vaxtsa Ramilə bacı sağ deyər qardaş, bir səhv eləmişəm, məni bağışla. O da olar, inşallah. Prost indi nə bilim şeytanlara nəhlət. Ramilə yaxşı adamdır, Ramiləni biz çox istəyirik. Allah şeytana lənət eləsin. Mənə qardaş. Şeytan olanda o yoldan çıxardır xeyir. Ramiləni
Rubulun kursu ilə Allah. Yox qardaş, yox. Ramazan yazdıqda ki, kursla Allahdılar. Kursla, rubulun Yox, kursla. qardaş, o pul zat hamısı valla düz deyib pul olmasa iş görə bilmərik, amma o sənin yanında olmalıydı. Ayşən, Allah Başına. Ramilənin də, Elnurənin də, Mətanətin də, sənin də, Gülnarın da, nə bilim, Günelin də, Əfayətin də, Rəsmiyənin də, Bəsənin də, İlhamənin də, hamınızın balanızı xoşbəxt eləsin. Qoy Ramilənin qapısında qoşamalar qurulsun. Amin Allah. Balalarına toy eləsin. Biz də Elnurənin yaşayaq. qapısında qoşamalar olsun. Balalarına toy eləsin, qoy mənə deməsin. Allah o qapıdan, o Yox, deyər, evlərdən qardaş, deyər. İraq, pis gün uzaq eləsin. Qoy pis mən olun. Amma siz xoşbəxt olun. Qoy onlar da Yox, xoşbəxt olun. deyəsən, pis olsa, sən əziyyət çəkmirsən. Mən Allahın yanında Vallahi əziyyət çəkmirsən. halal xoşlar olsun. Bir qarnı toğu, canlıda otururdu. Həmişə deyirəm, Ora sən o yönsüzü də girirdi, yaxşısı da girirdi. Sağ birdən elə sözlər deyirdilər, qardaş, biz özümüzə utanırdıq. Amma sən onları sinirə bu evləri titimizə yarattın. Səni Halalınız başladın, olsun. qardaş. Mən heç Allah mən sağ indi deyilməsin. hisslənərəm. Allah uzaq eləsin. Niyə Hisslənərəm. istəmirsən, qardaş? Ağlıma bir İstəmərsən. hisli söz çıxar, amma bir ki mən heç vaxt onu Yox, qardaş. emin başına Allah olsun. ürəkdən Sən bizdən demərəm. böyüksən, abi. Bax, min dəfə deyirəm, hamının halal olsun. Ramiləsinin də, Elnurəsinin də, oradan getdiyi Mətanət, hamısının halal olsun. Hamısı o evdən bir ömür boyu xeyir görsün. Amin. Balaların xoşbəxtliğini Amin. görsün. Allah Qoy ev səni yox, biz Allah qarşı-qarşıya gələndə bizə salam verməsinlər. Nə olacaq? Verər. Heç nə O olmaz. heç nə Elnurəni olmaz. tanımıram, qardaş. Ramiləni tanıyıram, bilirəm. İndi onunla biraz söhbətim də olubdu. Mən bilən Almaz xalanın baysının yaşındaydım. Nə, yaxşı Allah adamdır. rəhmət eləsin. Ramilə Yaxşı adamdır. İnşallah indi mən elə başa düşürəm, qardaş. Uşaqlarına toy eləsən səni başda otuzdurar. Valla deysən əziyyəti sən Deysən, çəkirsən. Valla deyər. Komsalı, pusatlı gedəs adam. Niyə getmirsən? Gedərsən 500 sən manatda ürəyində. siyasət Sən düşən ürəyində adam. kin yoxdur qardaş. Yox, yox. Allah ki səndə kin yoxdur. Mən elə onu gözləyirəm ki, toya desin. İnşallah 500 deyər. manata gedib siyahıya düşəs adam. Sənin ürəyini biz deyər. bilirik. Mən Ramilə bacını tanıyıram. Valla yaxşı adamdır. Ürəyi nətər deyim, belə adama yanımcıldır. Prosto şeytana nəhlət. Ha baxsa o sadəcə qardaş məni bağışla. Vallah deyəcək. Mən çünki o qadını tanıyıramsa o onu deyəcəkdi. Ola bilər ki, onu kim yoldan çıxarırsa onu da saçıq deyər qardaş. Çünki mən o qadını tanıyıram. İnşallah olar o. İnşallah. Allahın izni ilə, Allah İnşallah, bizlərə qardaş, biz inşallah. bu dünyaya gəlmişik ki, yaxşılıq üçün. Bizim üçün fərqi olmamalıdır. Filan kəs bunu etdi, belə. Düzdür, hissdən deyirik, dilə gətirir. Amma Yox, sonda mən səni qınamıram ama qardaş, sən nervlənməlisən. sonda bir insan Çünki kimi ora əziyyət çəkmisən. halal xoş olsun. Mən də gedib istəyərəm ki, gedib Ramilən də var evində belə ürəklə oturam, çay içərəm. Bənə. O evi tikdin, yaratdın. Biz əziyyət çəkirik ki, Yanında da qardaş ona bir sürpriz elədin. paltar yuyam. Hə, dedin Ramilə sağ gəlməyibdi. Sevinmə, nəyə gülürsən? Onu görsən sən yenə də onun ürəyini açdın. O kadrlara o baxdıqca, vallahi qardaş onun özü də pis olur. Prost indi nəsə ya indi ürək eləyə bilmir, səndən üzr istəyə bilmirmi? Ya nə Yox, istəmir? mən üzr istəyəcəm. Birinci üzr məndən. Yox. Yox, Niyə qardaş? səhv mənim olubdu. İndi peki ola bilər, qadındır, ola bilər sağ səhv eləyər. Gəl düz danışaq, səhv mənim olubdu. Mən ona demişəm ki, gir rəy yaz, o da hisslənir ki, mənim oğlum əskərdir. Sən utanmırsan, əskər anasına deysən gir rəy. Rəy səhv mənim olub birinci. Deməlisən, Yox, qardaş, yox, çünki sən deməməli. Mən əskər bax, anasına o bilim mən deməməli. olum, qardaş. Niyə? Bu açıqlama verimi, valla, böyük ailənin baş ağrısı deyil ki. Yox. Nətər mənim evim tikiləndə, mən girib, məsələn, mənim indi savadım yoxdur da, emin rəy yaza bilirdi. İndi mənim evim tikilib qutardı, emin orada rəy yaza bilmir. Bilsən, Bax, dünənəm canlaşmışdım, üzr istəyirəm qardaş, başına deyim. buyur. Çünki sözümü deyim, Sən deyil. emin bax işdəydi. Mən canlıya baxdım, onu istasyonuma qoydum, amma orada bir rəyi yaza bilmədim. Nə də uşağa ümid eləmirəm də, deyirəm olar bir yanlış olar. Sən orada nervlənərsən, mən onda utanaram ki, qardaş, yenə də üzr istəsəm deyərsən, yox Ayşən, niyə bu səhvi elədin sən? Amma yenə də gözləyirəm Emin, qardaş canlaşmışdı, qardaş çəkiliş qoymuşdu. Bax, inanın o işdən gələn tez telefonu şey edirəm, Emin, qadınlanım ora bir rəy yaz. Çünki bu mənim gəlmir. Amma Ramilə xanım onu əgər başı çıxırsa, yazırsa, onu eləməlidir, nə olsun ki, evi tikilibdir. Çünki orada ikicə dənə rəy yazmaq, valla onun işi nə olacaq, işinin arasını onu salsın. Amma nəsə, orada şeytan var, qardaş. Allah şeytan bizdən uzaq arasın. Amin Allah. Şeytan, Rus pulu ilə Allah deyil, şeytan. Yəni Rus pulunda Vallahi yuxarıymış. Öz də kursun aşağı vaxtı. Aşağı Qardaş, vaxtı. o pulu səndən istəsə
versə də sən ona yülə-yülə verərdin. Vallah verərdin qardaş. Orada bizə nətər elə adam olur ki, xainliklə deyir, bilir ki, axı Elşən bu adamdan yaxşıdır. Ona görə onu yoldan çıxardır. O ev istəyən bacının adı nədir? Yəni bir bacı var. Nədir onun adı? O yoldaşı türmədə olan. Elnara bacı. Görsən səndən əmi. Sağ ol, Allah köməyin olsun. Böyük ailəmiz var olsun. Qardaşlar, bacılar var olsun. Səndən nə vaxt pul istəyib? Atqaz eləmirsən. 200 istəyib, 400 vermirsən. Hə, bələ. Demin Allah mən çox mülayim adamam. Allah sən var. Vicdan Mən səni mən tanıyıram. Yobud adam deyirəm, ürəyi yox adamam. Bəli. Prosto şeytan rubunun aşağı vaxtı Allah istəyir. Yox, bax indi Elnarə xanım Sazəngil deyir, qardaş, sənin başına dönüm, sağ qurban olum. Qardaşlardan mağfur şeylə mən yoldaşımın yanına gedim. Onu sağ deyir, nə olacaq? Qardaş kimi deyir onu sağ ki, yəni qardaş başına dönüm. Yoldaşının yanına gedir, qadındır da, kimə gitsin ağızlaşsın, sağ ağızı. Görsə sən onun əlini tutursan. Ha baxsa, onu Ramilə xanım da sağ deyəcək qardaş ki, qardaş başına dönüm. Nəsə, oğluma bir toy eləm, ya bir parça eləm, mənə pul lazımdır. Vallahi onu sən yenə də yülə-yülə verərsən. Başına dönüm, sənin ürəyinə qurban olum. Bilməm, sənin ürəyini bilməm. Vicdan haqqı, eləməsəm məndən alsaq adamı. Sənin ürəyini bilməm. Səbrisi də olsun. Mən sənətər sülh adamıyam. Ürəyinə qurban olum. 1000 il yaşamayacaq, 200 il yaşamayacaq. Allah verib də ömür 41 il yaşamışıq. Bələ qardaş başına. Şükür Allah'ın bu gün. Buradan belə nə yaşayacağımızı bilmirik. Allah sağlığını versin. Kasıbların səni əziyyət. İnsanlar da indi insandır, səhv edir, qəlbimizə dəyir, xətrimizə dəyir. Ümumiyyətlə deyirəm. Biz də danışırıq, deyimlik. Amma nə bilim, bir gün insan oturar fikirləşər ki, həqiqətən də mən nətər Samirə xanımın haqqını itirə bilərəm. Bəli, düzəm, düz. Mənə dedi ki, Eminin evinə başda axıra qədər arxamda durmuş. Allah kömək Axıra olsun. qədər arxamda durmuş. Məsəl deyirəm, indi Samirə xanıma. Mən nətər onun haqqını itirə bilərəm. Axı məni bu adam bu meydanda tək qoymadı. Bələ. Bu adam mənə olunmazın hörmətini elədi. Nə olsun bu gün məsələn, əlaqə yoxdur, telefon nömrəsi yoxdur. Həmişə qəlbimdə, ürəyimdə o insana mənim nətər deyib, sonsuz hörmətim var. Allah ruzusunu, bərəkətini bol eləsin. Mən belə görmüşəm, ona görə də mənə qarşı da söyüqlü olanda elə bir qəbul edə bilmirəm. Emin siqnal verirəm, Emin deyir ki, sən Allah Ruslandan düşkə sayır. Bəli, başına dönüm sən. Eminin bir quşqa çayını içdim, valla cibimdə olsa bir dəqiqə bura 500 manat pul qoş gedərəm. Bax, and olsun Allah'a. Vicdan Bizə olsun. milyon vermirsən, yəni. Çünki qəlbim açsındır. Yəni mən bir quşqa çay içməklə Emin kağıda düşmür. Bələ. Ya da Emin deyəndə ki, əmi düşkə bir çay iç. Emin nətər deyim, bir çayla kağıda düşmür, ucuzlaşmır. Əksinə, ürəyimdə daha da özünə yer tutur. Bizə milyon Söhbət ondan vermirsən. gedir. Mən məsəl deyirəm, istəyir Emin desin, Ayşən desin, bax siz at verirəm o Allaha, siz at verirəm o balalarınızın canı. Bu ev tikilib qutarandan, çıxandan bir dəfə sizə demişəm, girin canlıya. Bir dəfə demişəm, niyə bir sizin statusuna baxıram ümumiyyətcə. Məni görürsünüz. Yox, görmür. Ağrını alım səni, başına dönüm. Yəni mən neyinəm ki, mən lazım idi ki, mənə Emin xoşbəxtliyə çıxsın. Amma mən vaxtında bunu Ramiliyə, Elnuriyə demişəm. Biz onu özümüz Demişəm, səbəbini də bilmişəm də nəyə görə bunlar girmir. Mən ona yəni prinsipə demişəm, söhbətimiz də, davamız da ondan olubdur. Söhbət ondan gedir. Göy Emin gidib orada rəy yazanda və yaxud Ramilə və yaxud filan yazanda nə dəyişir? Yox, qardaş, çox şey dəyişir, sənin başına dönüm. Qoy deyim də mən. Niyə? Mənim evim tikiləndə, bir mənim deyimlə o birisiləndə, evi tikiləndə ona baxır da, böyük ailəmiz baxır, ona qiymət verir. Deyir, nətər Emin bu ev tikiləndə rəy yazırdı, şappa-şap orada yazırdı onu. İndi bu günlərim Emin rahatçılığa çıxır deyil, orada bir dənə rəy yazmır. Vallahi qardaş, olmalı, Allah haqqı olmalı. Özünüzdən asılır da. Vallahi olmalı. Demə. Sən bu günlərin çəkiliş verirsən, mən onun üstasına qoymuramsan, elə üstasına mən yığım o müğənniləri ora, vallahi qardaş, o alınmır. Sən savazı gün deyərsən ki, heç deməsən də elə evində oturanda deyərsən ki, hə, məsələn çağırarsan da yoldaşını çağırarsan, ay sənə, bəri gəl. Mənim də statusuma baxanlar var. Görsünlər ki, məsələn, sən filan kəs, o cəsarət qardaşa ev tikirsən. Hə. Çox adam statusdan mazən gedir ki, Emin, o qardaş kimdə ev tikir? Hə, görsən bax, Allah haqqı qardaş, balansa. Quran olsun. Nəysə, Allah yenə deyirəm, hər kəsin evindən, eşiyindən
Qardaş, Allah otur. sonu xeyir versin. Yemək raxlayın, başına dönüm. Məşqlərlə rəngimişim, hələ müəllim məni damlayacaq. Hələ bəlkə də zəng Hər zaman qapım Sağ olun, əziz dostlarım, əziz qardaşlarım, bacılarım, yenə yardımlar gəlibdir. Sabah inşallah səsləndirəcəm. Allah yardım Deməli, Sahatlı Bəyrək qardaş da yardım göndərib, məbləğinə hələ baxmamışam. Gürcistanlı qardaş da yardım göndərib, hələ məbləğə baxmamışam. Ağsulu Mürdamət qardaş inşallah Cəsarətin evinə bir listur alacaq. Allah kömək olsun. Allah kömək olsun, Allah şəfasını versin. Sonra Mirzə kişi yardım edib. Allah kömək olsun. Hamısını bunları sabah deyəcəm. Məndən bugünlük bu qədər. Gözəl dostlar, qardaşlar. Dediyim kimi, Cəsarətin evinin qapısından 100 manatı qalıbdır. Mətbəx mebelindən isə 930 manatdır. İnşallah. Ehtiyatımız da ki var hələ, yəni borcumuz yoxdur, ehtiyata gedirik. İnşallah. İnşallah Cəsarətin evini tikib qurtarandan sonra gözəl izləyicilərim. Təmiz borcun, xərcini bağlayıb qurtardıqdan sonra Cəsarətin o 5000 manat bizə götürüb verdiyi pulu da mən Elşən Mustafayev olaraq bağlayacaq. Yəni ayda bir dəfə hər kreditdən 200 manatdan ayda bir dəfə canlı açacaq 5-10 dəqiqə. Fiskaliya. Cəsarətin o 5000 manatını Allahın izni ilə biz ödəyəcəyik. Yəni lahiyyəmiz olaraq ki, qoy Cəsarət heç hələ Allah imkanım olsa Emin'in o götürüb mənə verdiyi 800 manat ödəyəcək. Yox, bir dənə açıqlama verim. Bizim evə gedib. Verim də bir dənə açıqlama. Çünki bu evi biz tikəndə, sən də, yəni siz tikəndə, burada bizim də qatqımız oldu. Çünki olmalıdır. Bu evdə biz oturacağıq. Bu evdə üzr istəyirəm, bizim balalarımız oturacaq. Bizim də olmalıdır orada. İndi belə başa düşürəm ki, Cəsarət qardaş onu sayı imkan verməz. Niyə? Çünki onun orada balaları özü oturacaqdır. Onun da o evdə əziyyəti olmalıdır. Qardaş, adamın əziyyəti olmaq yaxşı şeydir. Vallahi yaxşı şeydir. Sən Yəni deyələyərəm, bunu deyələyərəm. Yox, mən bilirəm, sən eləyərsən. Amma mən inanmam ki, o Cəsarət qardaş deyər ki, Eşə, sən nə daşsan, mənim də burada bir əziyyətim olsun. Allah köməyiniz olsun. Görsən, birgə zəhmətin zəhərinə Allah'a, Quran and olsun. Vallahi, o həqiqətən bir gözəl söz dedim, bacı. Sənin o sözün gərək həqiqətən də o qızıl fontda qallası sözdür. Çox gözəl dedin. Quran haqqı halaldır sənə. Quran and olsun, düzdür. Zəhməti, bax, görsən, elə evlər var ki, Aşan bacı. Elə evlər var ki, Emin. Ev yiyəsi biganədir. Uşaq stolu qırır, uşaq pəncərəni açır, milçət dolu içəri. Heç onun nətər deyim, vecnə deyim. Niyə? Çünki o evə əziyyəti çəkməyib. Əziyyəti çəkməyib. Zəmbir biz daşımışıq ərzağını. Düzdür. Hər bir işini biz görmüşük. O onun əziyyəti çəkmir. Ayşən bu evin əziyyətini həmi tikintisində maddi kömək olub, balasının boğazından kəsib kömək edib. Öz evin. Yəni əziyyət çıxıb səndən bilirsən onun səhvasını. Ustan işləyibdir, hər bir saat, nə bilim, bəlkə də bu ev tikilib qutarana qədər 10 kilo ət almaq. Qardaş, biz sən niyə də əziyyət... Amma onun yeməyini də sən o fikirləşəndə o bir əziyyət çəkmirsən, ona görə bugün istəmirsən ki, bir dənə quruşqan, bir nəlbəkin belə düşməsin yerə. Gördün qardaş, yadındadır, sağ dedim, bu yeməyi mən özüm eləyəcəm, amma məni heç vaxt darda qoymadın. Ətini də gətirdin, har tavuğunu gətirdin, soğanını, yağını, sənin ayaqları ilə aldım qardaş. Valla, mən onu ölənə qədər itimərəm. Niyə? Sən mənim yanımda oldun. Deməli, bu dəfə gəldin, yadımda qalın. Dedim, niyə bekarsan? Dedim, qardaş, heç nə. Dedim, nəsə sıxıntı var, dedim, yox qardaş, hər şey var. Amma əti gətirəndə gözüm böyüdü. Niyə? Dedim, qoy deməsinlər ki, Ayşən bir gün kartofu verdi ustasına. Amma sən əti gətirdin, mənim ürəyəm bu boyda oldu. Açıq demirdim. Sən o maşını ki, açırdın, deyirdin, Ayşən başı bəri gəl, mənim ürəyəm bu boyda oldu. Sənin ürəyinə qurban oldu, qardaş. Vallahi mənim yadımdan çıxmaz. Mənim qardaşım düzdür. Nə olar ki, fəhlədir, gedib onun... Qeyrətli qardaşlarım var. Amma ən çoxu, valla mən sizlərdən gördüm. Sizin ürəyinizə qurban olun. Sizin başınıza dönüm. Bunu ölənə qədər itirməliyim. Halalınız olsun. Çünki burada bizim əziyyətimiz olsa da, görürsən, sizin əziyyətiniz, öz əziyyətimizi itmirik. Amma o kiminsə əziyyəti olmur. Sənin əziyyətin olur, onu heç nə eləyir. Valla qardaş, onu heç nə eləyir. Amma özünün də əziyyəti olanda bir yerdə deyir, mən də bura əziyyət çəkmişəm. Axı, o bura əziyyət çəkib. Onu biz qədrini bilməliyik, vallah bilməliyik. Cəsarət qardaş səhv eləmədi, vallah düz elədi. Çünki onun evidir. Deyəcək, vallah ayağını uzadanda, deyəcək, yoldaşın adı yadından çıxır, Nərgiz. Vallah elə düz eləyib pulu götürmüşük. Çünki bu bizim evimizdə. Mənim balalarım burada yatıb duracaq. Vallah indi onun o qaldığı yer,
Vallahi oranı axırda bəyəndiyince nə edirəm mən bura? Qoy toyuq yuvası edeyim. Bərbad Çünki oldu. bizə bu boyda gözəl şərait qurulur. Vallahi onu itirməməlidir. Quranın olsa itirməməlidir. Mən burada yenə də deyirəm, Nərgizə də deyirəm, Cəsarət qardaşıma da deyirəm. Allah haqqı düz elədilər. O pulu götürmək, kreditə də girsin. O kreditə girdiyə qardaş, onunla ev tikib qutara bilərdi. Yox, Allah, Allah heç tikib minləri qutara xahiş bilməzdi. Vallahi tikib, Allah böyük ailəmizə dəyməsin. Allah sizləri həmişə pənahında saxlasın. Siz ki belə gözəlliklər çıxar, Allah sizləri gözəlliklərə çıxarsın. Nə gözəl dualar, Allah Başına köməyiniz sənin olsun. qurban olun, qardaş. Hörmətli izləyicilər, var olun. Həqiqətən də bu qədər duaları, bu qədər xoş sözləri qazandığınız üçün əhsən sizlərə. Vallahi əhsən. Quran haqqı hər insana bu qismət olmur. Bu bir xoşbəxtlikdir. Böyük bir xoşbəxtlikdir ki, sən elədiyin yaxşılığın əvəzində bu qədər alqış, bu qədər dualar eşidirsən. Var olun. Hər zaman qulaqlarınız xoş sözlər eşitsin. Xoş dualar, alqışlar eşitsin. Allah sizləri var eləsin. Allah qazancınızı həmişə bol eləsin. İnşallah sabahki çəkilişlərimizdə görüşək. İnşallah. Allah əmanətində.